Vaxtınız xeyir. Dövlət İmtahan Mərkəzinin 6-cı sinif kitabından nisbət tənasüb faiz mövzusuna aid testin A variantı hesabına başlayırıq. Sual belədir ki, 10 ədədi 3-dən neçə dəfə böyükdür? Onu bölürük 3-ə. Olur 3-də 10, qarşı kəsrə çevirilir 3-dən 3-də 1 B variantı. Kvadratın sahəsi A-nın kvadratına hesablanır. Tərəfi sahə tərəfin kvadratına mütənasibdir. 2-nin kvadratı olur 4, deməli 4 dəfə azalar. Burada x şəklində tənasüb eləyirik. 2-ni 4-ə də vururuq 8x, 2-yə də vururuq, bunu 1 vururuq. Üstə gəl 4 bərabərdir 5-i vururuq 4-ə. 8x bərabərdir 20, 20-dən 4 çıxanda 16x bərabərdir 2. Burada tənasüb qururuq. 24 saat 80 manat pul alırsa 6 saata nə qədər pul alır? Nə qədər çox işləsə o qədər pul alır. Deməli düz mütənasibdir. Çarpaz vuracaq. 24x bərabərdir 80 vur 6 bölürük, cavab olur 20. Burada da tənasüb qururuq. 4 fəhlə 60 detal hazırladı. X fəhlə 120 detal hazırladı. Bu da düz mütənasibdir. Nə qədər çox fəhlə olsa o qədər çox detal hazırlayar. Deməli burada da olacaq cavab 8. Hesablamanı apararsınız. Eyni məsafədə sürəti 2 dəfə azaltdıqda zaman nə qədər azalır? Sürətlə zaman demişdik tərs mütənasibdir. 2 dəfə azalanda sürət, zaman 2 dəfə artır. Bir yolu bir var yavaş-yavaş gedəsən, onda çox zamana gedirsən, sürətlə getsən, sürətin artıq olanda az zamana getsən. Deməli 2 dəfə azalar. D variantı. Düzbucağın dərəcə ölçüsü 90 dərəcədir. Buna yazırıq 2K, üstə 7K bərabər 90. Burada K-mız olur 10. Bizə də kiçik bucaq tap, 2-ni 10-a vuranda 20. Yenə burada tənasib quracaq. Və yaxud da qaydadan istifadə edəcək. 16 fəhlələr müəyyən 16 da yerinə yetirir. Fəhlələrin sayı 2 dəfə artırılarsa zaman necə dəyişir? Fəhlənin sayı ilə zaman tərs mütənasibdir. Niyə görə? Tutaq ki, belə bir sahə var. Biri var burada 16 dənə fəhlə işləsin, daha tez görər. Fəhlələrin sayını azaltsaq 8 eləsə, işi daha gec görəcəklər. Çünki işçi qüvvəsi azalır. İşçi qüvvəsi azaldıqdan zaman artır. İşçi qüvvəsi artdıqdan zaman azalır. Tərs mütənasibdir. Tərs mütənasib olduğuna görə fəhlənin sayı 2 dəfə artırılarsa zaman azalacaq. 16-nı böləcək 2-yə 8. Azaldılarsa olsaydı zaman artacaqdı, 32 olacaqdı. Yenə burada K-larla yazırıq. 2K üstü 3K, 5K bərabər 400, K da bərabərdir 80. Böyüyünü tap, 3 vuruq 80, 240. Burada da tənasib eləyirik. Orta edilən hasılı, kənar edilən hasılına bərabərdir. 5 y bərabərdir 10x. Y tapanda 10-u 5-ə bölüyor olur 2x. Demək birinciyə D variantı. Yenə orta edilən hasılı, kənar edilən hasılına bərabərdir. X vur y bərabərdir 68, 48 B variantı. Orta edilən hasılı, kənar edilən hasılına bərabərdir. X vur y bərabərdir 12 A variantı. Deməli A variantı istifadə olundu. B variantı istifadə olundu. D variantı istifadə olundu. Deməli burada hasılı 50-dir. Elə burada cavab yoxdur, uyğunluq yoxdur. Belə bu variantlar uyğun gəlir. İndi B variantına keçək. B variantına birinci sual hansı tənasübdir olduğunu göstərin. X şəklində vururuq, çarpaz. Eyni cavabımız tənasübdür. Bu vuranda 70 gəlir, 144 eləyir, tənasüb deyil. Bunu çarpaz vuranda 8 eləyir, bu çarpaz vuranda 0,36 eləyir, bu da tənasüb deyil. 1'i 0,1 vuranda 0,1, 0,5 2 vuranda o da 0,1, yəni C variantı. Burada da yenə X şəklində çarpaz vuracaq və tənimizi həll edəcək. 5'i bura vururuq, olur 25. Elə yazaq. 25 vurulsun, X çıx 2 sonra vuracaq. 4'ü də bura vururuq. Bir başa vuraq, buna da vuraq, buna da vuraq. 24x çıx 36. Bunda paylama qarşı vurub basanız 25x çıx 50 bərabərdir 24x çıx 36. 24x bu tərəfə keçir, 50 də bu tərəfə. 25x 24x çıxanda x qalır. 50 keçir o tərəfə nisbət 50-dən 36 çıxanda 14, yəni A variantı. Belə bir məsələdə yenə tənasüb qururuq. 40 metrin kvadratına 6 kilogram boya işlənirsə, 20 metrin kvadratına x boya işlənir. Yəni sahə nə qədər böyük olsa, orada işlənən boya o qədər çox olar. Görürsünüz, bu artdıqca boya da artır. Deməli düz mütənasibdir. Çarpaz vuracaq. 40x bərabərdir 120, x olacaq 3. Burada da yenə tənasüb qururuq. 15 metrin qiyməti 60 manatdırsa, 2,125 metrin qiyməti x manatdır. Yenə də metr artdıqca ona görə pul da artır. Deməli düz mütənasibdir. Çarpaz vururuq. Və cavab burada 225-i vuraq 60-a. İxtisardan istifadə edin. Bunları sayıla bir başa salın, ixtisarla eləyin. Əslində belədir. 15x bərabər 60 vurulsun 2,125. Kəsr xətti bölmə deməkdir. Buna 15-ə bölürük. Kəsr şəklində yazırıq. Bunlar ixtisar gedir 4. 2,125-ə 4 alırıq, cavab 9. Düzbucağın sahə düsturu belədir. A vur B-nin uzunluğuna vururuq. Bizə deyir ki, sahəni dəyişmədi. Düzbucağın uzunluğu azadılarsa N-i necə dəyişər? N ilə uzunluğu tərs mütənasibdir. Məsələn, nümunə göstər. Tutaq ki, sahə 20-dir. N2 olanda uzunluq 10 olur. N4 olanda uzunluq 5 olur. İndi fikir verin. N-i artdı, uzunluq azaldı. Ondan düşdü 5-ə. Deməli tərs mütənasibdir. Deməli 4 dəfə azaldılarsa 4 dəfə artar. Növbəti sual burada da K-dan yazacaq. 6K bərabər 180, K oldu 30. Sonra bu ədədləri da bir-bir vuracaq. 30, 60, 90. Sonra 16 ədədini 5-dən neçə dəfə böyüdür? 16-nı bölürük 5-ə, 10-luq kəsmən cavab 3,2. Yenə burada tənasüb qururuq və yaxud da tənkini həll eləyək. Piyada yola 3 saat vaxt sərf edir. Onun sürəti 1,6-dır. Tənasüb bura. 3 saat 3,6 sürətlə hərəkət edirsə, x saatda da həmin yolu 2 km sürətlə hərəkət edər. Sürətlə zaman tərs mütənasibdir. Ona görə yan-yana vurulacaq. 10,8-yə böləndə 5,4 saat. Yenə burada K-dan yazırıq. Burada 10 kəsrlə bölə bilərik. Gəl elə 10 kəsrlə yazaq. Bu olur 6K. Toplayanda bunları bərabər 3. K-nın tabanı 3-ü bölürük 6-ya. K olur 0,5, 3 6 bölünür 0,5 ilə. Bizə böyük hissəni soruşur. 3-ü vuruq 0,5-ə, cavab 3 kiloqramdan deyir. Qramdan desəydi, kiloqramı qrama çevirəcəkdi. Bu da elə 1,5 kiloqram. Burada da yenə belə bir nisbət verir və K-nın qiymətini 5 verir. Bu 4K-dır, bu da 7K-dır. K-nın qiyməti 5-dirsə, K-nın yerinə 5 qoyulur. Və cavablarda görürük ki, bunların cəmi var, bir də fərqi var. Elə K-larla çıxaq, sonra K-nın qiymətini toplayanda olur 11K. Çıxanda olur 3K. 5-ə vuranda 55, bunda 5-ə vuranda 15. Yəni cəm 55, fərq 15. Hansı variant B-dir? Sonra burada da toplayanda 14K, çıxanda 4K. 5'e vuranda 70, 4'ü 5'e vuranda 20. 70, 20, 20 yoxdur, 70 götürürük. 2'ye Y variantı. Sonra toplayanda 13K, çıxanda 7K. 13'ü 5'e vuruq 65, 70 5'e vuruq 35, 35, 65, yəni A, C variantı.